İmam Saccad aleyhisselam Ramazan ayının sonlarında evinde olan bütün xidmətçiləri yığır. Hamısını çağırtdırır və başlayır onlara buyurur ki, mənim əlimdə bir dəftər var. Bu dəftərdə sizin bu ayda etdiyiniz bütün səhv və yanlış əməlləriniz hamısı yazılıbdır. Hətta səhv danışdığı sözlər də yazılıbdır. Etdiyiniz xətalar burada qeyd olunubdur. İndi isə sizə deyirəm, mən sizi əfv elədim. Mən sizi bağışladım. Və sonra buyurdu, əllərinizi göyə qaldırın və uca səslə səslənin. Bizlər üçün, bizə şamil olan duadır. Həzrət buyurur, öz evində işləyən o xidmətçi, kəniz, qulam və digərlərinə. Buyurur ki, əllərinizi qalxızın göyə və dua edin. Özə belə dua edin, uca səslə ki, İlahi, Əli ibn Hüseyni bağışla gilan. Fikir verin, məsum imamın duasına baxın. Məsum imam evində olan insanlara dua elətdirir ki, məni dua eləyin. Və Həzrət buyurur ki, deyin ki, necə ki Əli ibn Hüseyin bizi bağışladı, İlahi, sən də Əli ibn Hüseyni bağışla və cəhənnəm odundan ona nicat ver. Təəccüblüdür. İmam öz evindəki xidmətçilərə bu sözü deyir ki, Allaha dua edin ki, Allah məni cəhənnəm odundan nicat versin. Amma mən 5-10 rükət namaz qılıram, 5-10 gün oruç tuturam, elə biləm ki, behiştin ortasında oturmuşam. Amma imamın duasına baxın. Düzdür, Allah rəhmət qapısını açıbdır. Hər elədiyimiz Allahın rəhmətində böyük savab verəcəkdir. İstər namaz, amma o bizi arxayınlatmasın. Məgər Tələhə Zübeyrdən çox namaz qılacaqsan, Peyğəmbər İslamın yanındaydı. Məgər onlardan çox oruç tutacaqsan, Peyğəmbərlə 25 il Peyğəmbərin qarşısında əlində qılınc İslam üçün difa eləyib. Amma axırı necə oldu? Mövla-i Müttəqiyyənə həmin o qılıncla başladı qarşı çıxmağa. Yəni, vəfa yoxdur dünyaya və heç kəs deyə bilməz ki, mənim aqibətim yaxşı ola bilər. Həmişə dua eləyin ki, İlahi bizim aqibətimizi xeyirli qərar verginən. Yəni, imamın dediyi budur ki, mən qorxuram hələm. Görün, nə dərəcədə şeytan güclüdür və vəsvəsə yaradıcıdır. Odur ki, imamın buyurduğu bu duadan sonra imam nə buyurur? Buyurur ki, indi ki bu cürə dua elədiniz, gedin bayrama hazır olun və bugün ki siz mənə dua elədiniz, mən sizi keçdim, mən də sizə hədiyyə verirəm və sizi bağışlayıb azad eləyirəm. İmam bizlər kimi deyil ki, getsin kəniz alsın bazardan, qulam alsın gətirsin, evində işləsin. Yox, imamlar bütün kənizləri, bütün qulamları gedib bazardan alırdı ki, onları azad eləmək üçün. Amma bir gün, 10 gün, 1 il evində saxlayırdı ki, onları təqvalı eləmək üçün. Onlara İslamı başa salsın. Baxırdı ki, bəli, artıq belə hazırdılar, mömindirlər, onları hamısını azad edirdi. İmam da buyurdu ki, gedin və mən də sizə ehsan elədim, sizi bağışladım deyib Həzrət, necə ki Qur'an-ı Kərimdə Ali İmran surəsinin 134-cü ayəsində buyurur ki, Allah buyurur ki, ey möminlər, həm insanları bağışla, həm onların günahlarını görməməzliyə vur, həm də onlara ehsan elə. Qur'anın ayəsidir. Odur ki, bu ayda gərək bir-birimizi bağışlayaq və çalışın özünüzdən incitdiyiniz və incidiyiniz dostlara rəhmət qanatlarınızı açın və onlar üçün dua eləyin.